Salam əziz şagirdlər, mən Polad Həşimov Tədris Mərkəzinin riyaziyyat müəllimi Müsalə Rəhimzadə. Bugün sizə kəsrlərin müqayisəsinə aid başqa bir metod izah edəcəyim. Bizə A bərabərdir 15-də 11 kəsri verilib, B bərabərdir 18-də 14 kəsri verilib, C bərabərdir 23-də 19 kəsri verilib. Bu tip misallarda nə edirik? Ortaq məxrəci gətirmirik. 15, 18, 23-ə ortaq məxrəci gətirsək, çox böyük bir ədəd alınacaq. Və burada baxarıq, sürətlə məxrəcin fərqi 4-ə bərabərdir. Yəni 15 çıx 11, 4. 18 çıx 14 elədir, fərq 4. Burada isə 23-dən 19 çıxanda fərqimiz elədir, yenə 4. Deməli, bu tip kəsrləri müqayisə eləmək üçün sürətlə məxrəcin arasındakı fərq eynidirsə, bu zaman nə edirik? Bu zaman gözümüzə böyük görsənən, yəni sürət məxrəci daha böyük olan kəsiri böyük götürürük. Burada deməli C böyükdür, daha sonra gəlir B, məxrəci 18 olan, sonra gəlir A, məxrəci 15 olan. Müqayisə etdikdə ən böyük C olur, daha sonra B, sonra A. Kiçikdən böyüyə doğru düzlükdə gələcək A, B, daha sonra C. B, A-dan böyük, C-dən isə kiçikdir.